Salam əziz oxucular. Bu gün mən sizə kitabxanamızın fonduna yeni daxil olan Yuval Harari'nin Homo Deus Sabahın qısa tarixi kitabını təqdim etmək istəyirəm. Sapiens, bəşəriyyətin qısa tarixi kitabında insanı dünyanın necə fəth etdiyini izah edən Harari, Homo Deus'da sabah başımıza nə gələcək sualına cavab verməyə çalışır. 20-ci əsrin ikinci yarısında bəşəriyyət yeni inkişaf modelinə keçəcək. Sosial münasibət və dəyərlərin digər formaları meydana gələcək. Harari gələcəkdə insanların möhkəm sağlamlıq, xoşbəxtlik və ölməzlik qazanacağına əmindir. Orqanizm alqoritmlərdən ibarətdir. Buna görə də Homo sapiens yerini Homo Deus'a verəcək. İnsanı müqəddəsləşdirən humanizm, məlumat selini mühüm sayan dataizmlə əvəz olunacaq. Cəmiyyəti formalaşdıran prinsiplər 21-ci əsrdə kökündən dəyişiləcək. Bu isə həyatımıza mütləq öz təsirini göstərəcək. İndiyə qədər bəşəriyyət aclıq, epidemiya və müharibələrlə mübarizə aparırdı. Bundan sonra xoşbəxtlik, ölməzlik və ilahi güc qazanmağa çalışacaq. Bütün bunları əldə edə bilsək, dünyamız necə olacaq? Homo Deus'u oxuyun və yeni eranın gəlişinin əlamətlərini indidən öyrənin.